Məsələ burada elektrikli avtomobillərin özünü doğrultmağından getmir. Məsələ ondan gedir ki, biz ölkəmizdə elektrik mühərrikli avtomobillərin tam sərbəst hərəkəti üçün lazım olan infrastrukturu hələ də qura bilməmişik. Düzdür, enerji doldurma məntəqələrinin yaradılması ilə bağlı xeyli işlər görüldü ötən illər ərzində, xüsusən də son 2 il ərzində. Amma bu kifayət deyil. Digər şəhərlərimizdə, digər bölgələrimizdə, xüsusən də Bakıdan məsələn 300 km uzaqlıqda olan ərazilərimizdə enerji doldurma məntəqələri tapmaq çox çətindir. Bu məsələlər də var ki, ölkəmizə ixal olunan elektrik mühərrikli nəqliyyat vasitələrinin bir qismi qeyri-rəsmi gətirilən avtomobillərdir. Yəni qeyri-rəsmi nə mənada? Həmin avtomobillərin təmiri üçün ölkədə rəsmi servis mərkəzləri mövcud olmur və həmin avtomobillərin də bir çoxunun istehsalçı zəmanəti yoxdur. Avtomobilin istehsalçı zəmanəti yoxdursa, burada onun rəsmi servisi yoxdursa və onun təmiri problem yaradırsa, ehtiyat hissələri tapılmırsa, təbii ki, belə olan halda vətəndaşlar üçün elektromobillər cəlbedici olmur.